TikToker Nərmin canlı yayım zamanı izləyiciləri ilə səmimi söhbət edib. O, həm şəxsi həyatı, həm də gündəlik yaşamı ilə bağlı ünvanlanan sualları cavablandıraraq maraqlı fikirlər səsləndirib. Canlı yayım zamanı onun səsləndirdiyi açıqlamalar izləyicilərin diqqətini çəkib. Nərmin səmimi söhbəti ilə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Həmin canlı yayımı təqdim Köpək oğlan pulun gücünə baxır. Ne bileyim müdür de yatıp çek eder. Ya sen de indiriyorsun. Hanı? Ne yok hayır? Ay Allah külmən başıma. Hadi nədir axı üstümdən keçdin? Selamünaleyküm. Her vaxtınız xeyirli Yatdın durdun. 6.6 66 beraber 66. Allahümme salli ala Muhammedin. Geldi Allah. Sen qurban olun. Bir şey olmaz pul gönder. Bunu gönderim həcə canım dincəlsin. Həcəc deyirlər ay Allah. Həcə deyirlər. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber. La ilahe illallah, la ilahe illallah. Hadi yaxşı da. La ilahe illallah. Ay Allah. Allahümme salli ala Muhammedin. Əli çək, əli çək başıma, əli çək. Hadi əli çək. Allah bismillah. Hadi əli çək, əli çək. Bismillah. Hadi əli çək, hadi əli çək. Boyun o boyda qalsın. Sen elə bir el çekmişəm sənin başıma ki, ömrü boyu hara getsin ruzi bərəkətində sənə Elə gedəcək. nəfsim var. Andol Allah. Boyun o boyda qalsın. Kamil Gəncə yazıb Çeynur, Gül xanım oradadır. Yox, Kamil sizdədir. Ha o yandan da. Oradadır da. O başladı. Reşadın yerindədir. Deydi dərim, nə yaxşı Gül xanımın yerində bilirsən. Yolun qırağıdır, öldük keçirsə görünür da. Ay Allah suya da gitmedi. Sizi çox istəyir, qədrim bilin. İstəməlidir də nə?